vlogun başlanğıcı, sonu, ortası hər şey ola bilər. Bu il artıq aldığım ikinci vizadır. Özə bilirsiniz bunu hara almışam. Oh my god, Amerikaya. Bəli, 2025 o qədər gözəl başlayıb ki, o qədər gözəl başlayıb, yəni bunu sizə anlatamam. Gəldim, vizamı götürdüm. Çox gözəl bir business trip bizi gözləyir. Bunun üçün ən böyük təşəkkür əlbəttə ki, AD Universitetinə düşür. Ümid edirəm ki, bizim növbəti çox maraqlı səyahətimizi görəcəksiniz. Sadəcə bu şad xəbəri həm özümə xatirə olsun deyə, həm də burada sizə demək istədim. Yenə olmaq istədiyim, olmaqdan zövq aldığım yerdə hardayam, aeroportdayam. Bu dəfəki tripimiz danışa bilməm, həyəcanlıyım. Çünki həyatımda heç vaxt getmədiyim və ağlımın ucundan belə keçməyəcək bir yerə gedirəm əslində. Yəni okeanın o tərəfinə. Bu dəfə sırf travel üçün yox, əslində sırf business trip edirəm və son 2 aydır ki, bu xəbərin həyəcanından, yəni bilmirəmsə necə paylaşım, finally bunu sizinlə paylaşıram. Çox maraqlı vloglar yenə sizdən olacaq. Hazır olun, Amerika günlükləri gəlir yoldaşlar. Yəni Amerikaya gedirik birlikdə. Görüşərik. Sizi hər şeydən bu dəfə söz verəm ki, update eləyəcəm. Tək deyiləm, iş yoldaşlarım da var. Onlar hal-hazırda pasport kontrolündədirlər. Gözləyirəm ki, gəlsinlər, bir dənə Amerika günlüklərinə salam desinlər. Bir də Amerika günlüklərinə salam deyin, zəhmət olmasa. Yes, biz birlikdə Amerikaya gedirik. Qəşən belə educational şeylər də olacaq, gəzmək də olacaq, amma çox maraqlı olacaq. Gəzməyə də çox görəcəksiniz. Xahiş edirəm ki, yadıma salarsınız, mənim yadımdan çıxır bəzən, mənim izləyicilərim bilirlər. Yadımdan çıxanda deyin ki, video çəkmək lazımdır. Hə, belə, nəysə bu ilk hələ ki yorğun derik, hələ ki hər şey yaxşıdır. 6 saat sonra belə güləcəyimi bilmirəm. Amma görüşərik, sizə update eləyəcəm hər şeydən. Təyyarədə yazdık, ilk uçuşumuzu gerçəkləşdiririk. Bakıda. Turkish Airlines flight number ticket. So on some minutes we can have some sort of protest please. Geleceğiz start operation. Start operation. And Cyber and Turkish Airlines. I land flight. Thank you. Çox da pis vəziyyətdə deyilik. İlk uçuşumuzu elədik, İstanbuldayıq. O İstanbul hava limanındayıq. O burada dəlixanadır yəni. İndi gedirik qeytimizi tapmağa, bir stəkan çaydan, kofedən bir şeylər içməyə. Yolculuğumuz hələ ki pis getmir, yaxşı gedir, amma hər üçümüzün də afişi çıxartmısan deyəsən. Dediyim ki, burada adam çoxdur, video çəkməkdə biraz çətin məsələdir. Şimdi yolculuğumuz Washington'da biraz səbəb vardı, məlumat verdik ki, niyə Washington'a gedirik. Gedilədiyim ki, bu bir business tripdir və biz işdən bura gedirik. Və oradakı məktəblərdən görüşəcəyik, oradakı dərs sisteminə baxacağıq. Georgetown Universitetindən bəzi müəllimlərin, professorların dərslərini dinləyəcəyik. Hansı ki, yəni bu mənim üçün o qədər gözəl bir şansdır, yəni necə xoşbəxt olduğumu, necə təşəkkür olduğumu anlatamam. Ona görə bu trip mənim üçün tamam başqa cür yəni dəyərlidir. Getdiyim yerlərə görə və yəni həqiqətən özüm heç ağlımdan keçməz ki, nə vaxtsa mən nə bilim 2-3 günə ABŞ vizası alaram və bu qədər rahat şəkildə bura getməyə bacararam. Həyəcanlıyam mı? Hə, hətta ən həyəcanlı uçuşlarımdan biri ola bilər və həyatımın ən uzun uçuşu olacaq. Ona görə necə olacaq bilmirəm və belə. Bu dəfə dediyim kimi çox həvəslənmişəm. Hər şeyi də çəkəcəm. Beşinə baxın, nə boyda beşlər var.
Mən hələ ki işim azdır, hələ ki azdır, amma qaydamda necə olacaq bilmirəm. Çatdıq Vaşinqtona axır ki. Hiç belə pasport kontrolündə çox belə qeyri-adi, belə qorxulu olmadı, yəni sadəcə niyə gəldiniz falan belə soruşdular. İndi gedirik Uber falan axtarmağa, taksiyə. Oradan da gedib qalacağımız yerə yerləşəcəyik. Hələ burada saat 1 falan da, yəni 1 yakın yarısını belədir. Yəni ayın 15-ci dəfə yaşamış qədər olduq həqiqətən. Baxın, bu mənim birinci mərtəbədir. 3 dənə mərtəbə bizim. Ne bu da 3 nəfərin çamadanıdır, yəni. Baxın, xahiş edirəm. Mən bilsəydim belə şey olacaq, bir dənə bək-bəklə gəlirəm. İndi biz bunu qaldıracağıq. 3-cü mərtəbə. Of, hay Allah. Böylələri 2 gün gətirək. İndi hərəmiz bir ideya verir. Gəldik, apartmentimize yerləşdik. İndi isə çıxmışıq belə işığın heç keçən düşməyən tərəfindən çəkirəm. Şəhər tur eləməyə. İndi, daha doğrusu şəhər də yox, öz ətrafımızı kəşf eləyəcəyik. Bilək, market falan belə şeylər hardadır. Sabah yəqin ki, belə əsas görməli yerləri görməyə gedəcəyik. Gəlmiş özümüzə alış-veriş eləməyə. Bildiyiniz kimi hostel demək də apartmentdə qalırıq. Ona görə bir iki şey almalıyıq. Marketlər çox gözəldir və aldığımız şeylər yəni hamısı çipsi, mipsi, Greek yoğurt. Bizə elədi. Ucuz deyə yəqin burada 50 dollar zad var hal-hazırda burada yəni. Hələ minimum. Başqa nə qaldı? Sabahınız xeyir, necəsiz? Vaşinqtonda dünəni sarsaq, ikinci günümüzdür. Hazırlaşmışıq, qəşəng giyinmişik. Bugün yağış olacaq deyiblər, ona görə yağış uyğun giyinmişik. İndi gedəcəyik kofe almağa. Burada qəşəng bizə yaxın bir yerdə qonşuluqda kofeyə tapmışam. Deyirlər ki, kofelər çox dadlıdır. Səhər saat 8-də hava çox qəşəngdir. İndi gedirik kofe almağa. Sonra isə Adanın burada olan mərkəzinə gedəcəyik. Orada tanış olacaq. Planlarımız necə olacaq? Birinci gündən isə çox produktiv həftəmiz başlayacaq. Bugün isə daha çox şəhəri kəşf eləməyə, mərkəzlə tanış olmağa belə buna ayıracağıq. Yenə sizə update eləyəcəm zamanla. Bazar kimi yerə gəlmişik. Əslində gəlməmişik. Yolumuzun qabağına çıxdıq. Təsadüfən çıxdıq. Farmer market adlanır. Maraqlı şeylər satırlar. Bitdi. Artıq mərkəzə doğru yaxınlaşırıq. Əslində metroya da getmək mümkün idi, amma biz qərar verdik ki, hava da qəşəngdir və bundan istifadə edək. Gecə-gecə gəlirik. Yağış göstərir. Ona görə maksimum qalın giymişdik. Amma düzdür, yaxşı ki də hələ yağmır, günortadan sonra yağacaq. Ay, evlərin rəngləri çox gözəldir bu arada, belə baxıram, adama ləzzət edir. Mərkəzə az qalıb, çatırıq, imkan olsa oralarda çəkib göstərəcəm. Biraz ətrafı göstərim sizə. Zəkiyə necəsən? Sən necəsin? Mən də əlayam. Çatdıq, mərkəzimizə çatdıq. Gəldik, çıxdıq. Sebebi ziyarətimiz. Adanın buradakı mərkəzinə, indi burada. White House-a yağış yağır. Belə gəzirik. Amma əmin deyiləm, bunu daha yaxşı bir yerdən görəcəyik, yoxsa yox. Hələ ki budur. Barmaqlıqlar arasında.
isə də bir şeylər çəkməmişəm. İndi isə gəlmişik National Mall tərəfə. White House-u gördük. İndi isə digər əsas görməli şeyləri görməyə gedirik. Yağış yağır. Bugün demək olar ki, video çəkməyə vaxtım olmayıb. Çünki yəqin ki, o kadrları qoyacağım. Bugün gəlmişdik məktəbi ziyarət etməyə. Hansı ki, bu məktəbin təsiri çox bizim bu öz məktəbimizin qurulmasında həm insanlarla tanış olmaq, onların dərs sistemini görmək həqiqətən çox gözəl idi. 2 həftə full bir proqramımız var idi. İşıq necə pis yerdən duran yerdə mən video çəkirəm həmişə kimi. İndi isə yollanırıq öz mərkəzimizə geri. Belə məktəb daxili çox da şəkillər uşaqlara görə çəkə bilmədiyimə görə daha çox belə məlumat biz özüm danışacağım həmişə sonda. Belə görüşərik, görək. İndi günün ikinci yarısı bizimdir. Bugün muzeyə getmək istəyirəsində bağlanmamış çatdırsaq. Necəsiz? Bugün artıq təlimə gəldiyimiz məktəbdə ikinci günümüz tamamladıq. İndi çıxmışıq buradan. Çox maraqlı oldu. Yəni həqiqətən o qədər bu tipdə dərsləri izləyirdim ki, Instagramda olanda sırf ingilis dili dərslərindən söhbət gedir. İndi onları canlı görünə alıram ki, bunların hər hansısa bir metodu var və yaxud da nə bilim bunlara belə öyrədilir universitetdəki. Yəni eyni o dərslər necə keçirilirsə, eyni şeylər də yəni burada keçirilir. Yəni həqiqətən o sinif idarə etmədən inanın ki, bir dənə əlavə video çəkə bilərəm. Yəni müəllimlərə maraqlı olsa heç kim səsini qaldırmır, heç kim tələsmir. Dərs keçəndə bunu çatdırmalıyam, bunu bitirməliyəm. Yəni bunlar heç birisi yoxdur. Dünən çox da bir şey çəkə bilmədim təəssüf ki, həqiqətən o qədər fokuslanırıq ki, dərslərə və təbii ki, uşaqları çəkmək olmaz deyə daha çox not götürmədən məşğul olub. Amma təlimlərdən başqa günümüz necə keçir deyə soruşsaz, dünənləri biraz daha tez bitdi, ilk günümüz idi deyə. Getdik, shopping elədik, ona görə dünən çox da bir şey çəkməmişəm. Hələ ki, ən çox baha gələn bir şey mənə qidadır. İndi başa düşdüm, niyə hamı Amerikadan gələndə bu qədər çox brend alır və gəlir. Yəni, outletlərdə qiymət hədsiz ucuzdur. Texnologiyada da həmçinin belədir. Biz hələ ki, ancaq Washingtondayıq. George Washington Üniversitesi'ni gördü. Daha sonra George Washington. Hey George, versene George. Olmaz Michael, bende de yok. Bütün George'lar yada salan. Niye böyle ağ eləyir bu ye? Hə. Oyda, bu nədir? Evdir bu. Oyda. Ofisdir var, nəsə kompüter var. Deməli oturmuşam belə təsadüfən yoldan keçən bir yerdə dondurma aldım. Pistachio və raspberry seçimdən çox yanılmıram. Biraz olduğu bir yer düşündüm. Harda oturup dondurma yedim düşündüm. Sonra çox şükür elədim. Ay, çox yaxşı hiss edirəm özümü. İstədim bu anı ölümsüzləşdirir. Evdə oturduğum yerdə çəkəcəm. Əslində baxsa deyəcək yer ayda çox şey yoxdur. Sadəcə küçənin rəngi, tərzi,
kontingenti o kadar qəşəngdir ki, insan istər-istəməz oturub burada həzz almaq istəyir. Yadıma düşdü ki, bura üçün heç nə çəkməmişəm, nə özümü çəkmişəm, heç bir şey çəkməmişəm. Bugün də günümüz çox produktiv keçdi. Səhər olduq məktəbdə, hətta bugün təlim oldu. Ondan sonra isə çox qəşəng 4 mərtəbəli kitab mağazası tapmışdıq. Nə bilim, yanılmasın 1 saatimizi keçirdik orada. İndi kiçik bir şey alacaqdım. Bugün təlimimiz tez bitirdi, biraz vaxtım oldu. Həm gəzə-gəzə gəzməyə, həm də həmin o xırda işlərimi həll etməyə. Hava dəhşət gözəldir, yəni dəhşətdir. O qədər istedi ki, hətta mən paltoda gəlmişdim, gedib özümə qurtqa aldım, yəni. Hava da bəhanə idi təbii ki. Xoşum gəldi, özü də alacaqdım, yəni. Hə, nəysə, bugün burada neçənci günümüzdür? 14-cü günümüzdür. Sabah ayın 20-sidir, mart 20-sidir, qəşəng evlərin bayramı qeyd edəcəyik. Azərbaycanlılar və buradakı adı heyətindən birlikdə. Ümid edirəm qəşəng olacaq, yəni ilk dəfə də gedirəm. Sabah da təlimimiz var. Həftənin 5 günü fərzlə ki işləyirik. Daha sonra hansısa bir aktivite eləməyə vaxtımız olur. Məsələn, buranın məşhur muzeyi hələ gedib çıxa bilməmişəm. Çünki saatını tutura bilmirik. Ümid edirəm ki, ən qısa müddətdə bunu da eləyəcəm. Belə, bugünlük update-lərimi verdim. Gəlmişik Novruz bayramı qeyd eləməyə. Çıxmışıq gecə gəzintisinə, axır ki 5 gün sonra saat 9-da falan çıxmışıq kofe içməyə. New York gecələr, ay Allah'ım. Bir de New York'a gedək çatan çıxıncalar. Washington gecə, Amerika'da bir New York'da var. Ay, yağış necə düşdü, stakanın içine düşdü. Gəlmişik ən böyük muzeylərdən birinə, Amerikadakı və o qədər böyükdür ki və dəhşətdir, yəni bunun hamısını bilmirəm, çəkib paylaşacağım yoxsa yox, çünki Salam. Bu dəfə videomu, mikrofonumu vermişəm. Salam əzizləyicilər. Washington küçəyə, yenə New York deyəcəkdim. Faynamız sabah vardı. Sabah gedirik. Bugün gecə gedirik New York'a. Bilməm necə olacaq, nə görəcəyik. Qorxacaq, buraya gələcəyik, bilmirəm. Məncə daha çox iyrənəcəyik. Amma hə, New York bizi gözləyir. İndi belə düşünürük. Sonra isə gələndən sonra bir də danışarıq ki, görək nə düşünəcəyik New York barədə. Washington barədə nə düşünürsən? Pozitifəm açıkçası. Yəni yaşamaq olar, prosta yeməyi olsa. Hə, yemək yoxsa, həqiqətən də çörəkdən başqa şey yeməyə yəni. Çörək arasında kalması yeməyə Kalbasa çörək, pendir çörək, yağ çörək, şor çörək. Hamısı çörək var yəni. İndi çörək normamızı burada tamamladık yəni. Yəni çörəkdən əlavə yeməklər olsa qalaram burada. Hə, amma çox gözlədiyimdən həqiqətən təmiz, xaossuz, yəni
Washington çox gözəl imiş. Digərləri barədə bilmirəm nədən Və bura. insanları məncə çox yaxşıdır. Hə, çox Yəni heç mehribandılar. kobud insana rast gəlmədik. Hamısı excuse me, sorry, və Hə, belədilər. hamısı kömək eləməyə, nəsə Hazırlar. soruşursan, nəsə eləyirsə, o dəqiqə kömək eləyirlər. Yəni daha kobud və soyuq gözlürdüm açıkçası. Gözəl, ön yargımın tamam başqa şeyində çıxdı yəni bura. Bəli. Yes, belə. Küçələr falan da biraz qədimidir. Yəni tam o şey küçələr deyil də. Təmizdir. Küçədə badiyatın azdır burada. Doğru. Yəni orada da olacaq. Orada dediniz ya sadəcə bir gün qalacaq zaten, amma yenə gedəcək. Heç qalmaq da xarabdır. Bir gün day trip eləyirik də, yəni ki, axşam edirik, axşamda qayıdırıq. Qaydırıq. Sağ ol. Sağ ol. Görüşürüz. Sağ ol.